Salam değerli həmvətənlər. Sözüm burada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevədir. İlham Əliyev, bəs deyirdin torpaqları alınıb. Bəs sülhməramlar orada nə gəzir? Hər gün şəhid veririk. Dünən də şəhid verilib. Yəni, bunun sonu hara gedir? Bizim gənclərimizdən nə istəyirsən? Anaların niyə gözlərin yaşlı qoyursan? Hə, Mehribanın gözü yaşlı qalsın. Günü gündən özünə maya bıraxır ancaq. Bir ailənin 500 min milləti sarıyıb. Şəhidlik uca zirvədirsə, balan şəhid olsun. Mehriban ağlasın. Amma Mehribanı mən bir dəfə şəhid ailələrin yanında görməmişəm. Niyə? Azərbaycanlı deyilsiniz. Siz Azərbaycan xalqının düşmənisiniz. Siz diktator hakimiyyətsiniz. Bax görürsünüz, Azərbaycanda birliğimiz olsaydı, Azərbaycanda Kemalettin uşaqları da gedərdi. Və yaxud da başqa məmurların, deputatların uşaqları gedərdi, icra hakimiyyəti uşaqları gedərdi. Gedərdi, müharibədə iştirak eləyərdi. Müharibə vaxtı hamısı qaçdı, doğuşan kimi, oğraş kimi qaçdılar, gizləndilər. Görürsünüz, kişiliğiniz yoxdur, əqidəniz yoxdur sizin. Qeyrətsizsiniz siz. Danışanda deyirsiniz, vətənə borcun var. Vətənin bizə nəyi var? Bu vaxtda kimdən uşaq pulu versən, nə də bir şey eləyirsən. Amma 18 yaş tamam olanda, uşaq pulu adı neydi? Vermirsən 18 yaş tamam olanda çağırırsan müharibəyə. İndi də 35 yaşında kimi yığırsan cəmaatı. Qeyrətin olsun. Nə istəyirsən cəmaatdan? Yapışmısan Putinin götündən bilən. Putin nə deyir, onu da eləyirsən. Haçana kim olacaq bu? Putinin götündən yapışır. Putin nə deyir, bu da bunu eləyir. 90-cı ildə bizim millətimizi qıran Putin Ruslar oldu da. Nəyə qoyub nəyə danışırlar? Ruslar olmadı. Bəs nə bilim, sözüm yox deyə deməyə. Bax, o qədər belə qansız insanlarsınız ki, siz yığışmışsınız. O qədər, nə bilim, tıvar yığın ağıtsızanınız orada. Yığışmışsınız ora, millətin qanını içirsiniz. Yenə də şəhid, yenə də şəhid. Balan geçsin, Heydər geçsin, şəhid olsun, biz də bilək ki, Azərbaycan Respublikasının prezidenti, vətənpərvərdə oğlu şəhid oldu. Azərbaycan uğrunda şəhid oldu. Millət qalxın ayağa. Bu şəhidlik hər birimizin evindən çıxa bilər. Bu şəhid sizin balavız ola bilər. Qalxın ayağa, belə olmaz. Qalxın ayağa, haqqınızı tələb eləyin. Niyə qorxursunuz? Bunların nəyindən qorxursunuz? Narkoman ailənin nəyindən qorxursunuz axı? Qorxmayın. Çıxın, haqqınızı tələb eləyin.